Salam, axşamınız xeyir, hörmətli YouTube və TikTok izləyicilərim. Sizləri yenidən xoş gördük. Bura Gəncə şəhəridir. Gəncə şəhərində dəmir yol vağzalına çox yaxın bir ərazidə, bax qarşıda gördüyünüz belə bir həyət evi satılır. Hal-hazırda bax nə görürsünüz budur. Deməli, mən hal-hazırda sizə küçədən giriş hissəsini göstərirəm. Yuxarıda deməli 1,5 tonluq su bakıdır. Hamamı bu cürdür. Sistemi kolonkadır. Bax yenidən mən sizə hamamını göstərirəm. Küçəsi genişdir. 32 nömrəli orta məktəbin qarşısında yerləşir. Bax yenidən darvazadan, küçədən giriş hissəsini görürsünüz. Bura isə həmin zonadır. İndi bax buranın ölçüsü deməli 2,5 metr enidir. 19 metr uzunluğudur. Yəni mən bu cür ölçmüşəm. Addım ilə sənədi çıxarışdır. Asan xidmətdə alqı-satqı gedən sənəddir. Çox yaxınlıqdan bildiyiniz kimi Heydər Əliyev adına prospekt yerləşir. Təxminən 100 metrliyində. Orada 32 nömrəli orta məktəb, 20 nömrəli orta məktəb yerləşir. Bir-birinə yaxın bir ərazidir. Bura deməli hardasa 3,5-ın 3,5-adır. Ölçülərini deyirəm. Yenidən bax bura giriş hissəsidir. Yenidən göstərirəm. Dəmir yol vağzalına yaxın bir ərazidir. Burada isə ölçü deməli 3,5, minimum 3, maksimum 3,5 enidir. 7 metr uzunluğudur. Bax yenidən mən sizə göstərirəm. Deməli zalda demək olar, böyük otaqda demək olar. Dəmir yol vağzalına yaxın bir ərazidir. Sənədi yenidən təkrar edirəm, çıxarışdır. Yəni asan xidmətdə alqı-satqı gedən sənəddir. Bax bura deməli 3-ün 4-dədir. Hörmətli və dəyərli insanlar, sizlərdən xahiş olunur videoları bəyənin. Bax yenidən mən sizə deməli hamısını göstərdim. Necə var? Gördüyünüz kimi maşın daxil olmur. Bax belə bir həyət evinin qiyməti 34.000 manatdır. Ancaq onu da deyə bilərəm ki, qiymətində mütləq razılaşma olmalıdır. Bax belə sizlərə uğurlar.